Emilim, bilmirəm yaşamaq nədir. Dərdin vücudumu göynədir oğlum. Hər nəfəs alanda kədər qəlbimi ağladır, sızladır, inlədir oğlum. İndi şəkillərdə baxıram sənə. Mənalı gülürsən yenə. Baxışın hər dəfə dağ çəkir mənə. Hər cizgin ruhumu incidir oğlum. Sən saadətiydin bütün aləmin. Toyunun yerini tutdu matəmin. Büzüşüb qalıram küncündə qəmin. Harda səadətdən söz gedir oğlum. Sənsiz gələcəksə, gəlməsin bahar. Məzar başında da ad günü olar. Sənə göz yaşından hədiyyəmiz var. Qınama ki, miskin tövfədir oğlum. Sən idin dünyada sevda mələyim. İndi boş qəfəsə dönüb ürəyim. Bir yerə toplayıb necə söyləyim. İçimi nə sökür, nə didir oğlum. Həyatda çətinlik çoxdur insana. Zəlzələ, sel, yanğın, hamı bir yana. Cansız övladına sarılmış ana dünyada ən qorxunc səhnədir oğlum. Arxada qalmasın gözün, rahat yat. Xəyalın qədərdir bizim üçün həyat. Barı ruhumuzda ruhunu yaşat. Bizim təsəllimiz səndədir oğlum. Yolunu gözləyir evdə hər əşya. Nəyə toxunmusan, qan ağlayır, qan. Sanki girəcəksən indi qapıdan. Bu zülüm, işgəncə de nədir oğlum? Emilim, mənim üçün ölməmsən sən. Qonaq gəl yoxuma, dərdləşək hərdən. Deyə bildiklərim, çəkdiklərimdən dənizdə damladır, zərrədir oğlum. Emil haqqında keçmiş zamanda danışmaq ağırdır. Sözlə keçirdiyini istədiyi ifadə eləmək mümkünsüzdür. Emil uşaq vaxtlarından başqalarından fərqlənirdi. O gördüyü hər bir şey haqqında məlumat almaq istəyirdi. Ən müxtəlif sahələrlə maraqlanırdı. Emil 695 balla Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə daxil olmuşdu. Və Bakı Dövlət Universitetində açılış mərasimində çıxış üçün Emilə söz verilmişdi. Və universitetin rektoru şəxsən özü tələbə biletin Emilə təqdim eləmişdi. Bundan başqa o Azərbaycanın
fəxri gənci mükafatına layiq görülmüşdü. Beləliklə, Gənclər mükafatı və diplomla tərtib etmək üçün arqalı çəkəcəyimiz komandaları səhnəyə dəvət edirik. Təhsil sahəsində əldə edilmiş uğurlara görə yeniyetmələr arasında 6-cı Beynəlxalq Elm Olimpiadasının gümüş medalçıları Emil Məmmədli, Heydər Əliyev adına müasir təhsil kompleksinin şagirdi. Alqışlar! Həmçinin 9-cu sinifdə Beynəlxalq Olimpiyadada kimya üzrə gümüş mükafat alanda o vaxt Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov şəxsən təqdim eləmişdi mükafatı ona. For the awarding by the silver medals, we want to invite on the stage Mr. Misir Merdanov, Professor, Minister of Education of Azerbaijan. Let's welcome him. Please, Mr. Merdanov. And the silver medals goes to Emil Məmmədli, Azerbaijan. Mindaugas Seachilius, Lithuania. Iona Kodrina Simenonescu, Romania. Dan van de Weem, Netherlands. Ferenc Balov, Hungary. Ravid Yahya Putradaza, Indonesia. Milan Krasjic, Serbia. Maximilian Wende, Germany. Bəzən adam fikirləşir ki, bir insan bu qədər müxtəlif sahələrə nə qədər, necə vaxt ayıra bilər, bunun hamısına necə imkan tapa bilər və hamısında mükəmməl şəkildə bacarsın. Çox həssas idi. Yaxınlarına, dostlarına, ad günündə, xoş günlərində sürpriz eləməyi xoşlayırdı. Kiminsə çətinliyi var idisə, yanında olmaq istəyirdi, mütləq kömək eləməyə çalışırdı. Həddən artıq etiqalı idi. Böyüklərlə bəli xeyirdən başqa bir söz deməzdi, danışmazdı. Bir söz hər bir ailə üçün, hər bir insan üçün öz övladı şirindir. Ona görə də mən bizim öz sözümüzü yox, onların müəllimlərinin sözünü demək istəyirəm. Səhv eləmirəmsə, oxuduğu orta məktəbin direktoru belə bir status paylaşmışdı. Emilin itkisi bütün Azərbaycanın itkisidir. Dostlarından biri də yazmışdı ki, Azərbaycan bu günləri gələcək görkəmli hüquqşünasını itirdi. Elə bir başına gələcəkləri özü də qabaqcadan bilirdi. Bir dəfə belə bir status paylaşmışdı ki, hər kəsin bir ömrü var, vaxtı satanda hamımız öləcəyik. Emin haqqında necə keçmiş zamanda danışmamalar. Emil'in arzuları böyük idi. O, ən böyük arzularından biri xaricdə təhsil almaq idi. Və bəzən bizə də elə gəlir ki, o harası gedib, ya təhsil almağa mı, ya gəzməyə mi və mütləq qayıdacaq. Bugün sənin 20 yaşını tam vurur Emil. Acıqın mübarək Emil. biraz ondan danış. Az da olsa yaşat beni. Çok dolmuşam için biraz ağlat, boşalt beni. Yaman sıxır həyat məni. Mənə bir
Bağrım delsin, ruhum biraz mezelensin. Hatireler tezelensin. Mene biraz ondan danış, mene biraz ondan danış. Söyle neydir can yoldaşım, bu sevgiden coşandaşım. Kuru sözler olsa bile ona yine yakınlaşım. Mene biraz ondan danış. Mene biraz ondan danış. Hicran bozup düzenimi, de ki tesellim öpmeydir ondan yazan özelimi. Görersen sev güzelimi, ona biraz menem danış. Mene biraz ondan danış. Mən Emili ilk dəfə 10-cu sinifdə Azərbaycan dili ədəbiyyat dərsi deməyə gedəndə tanıdım. Amma ona qədər Emil bizim məktəbin 7-ci sinifindən şagirdi idi. Və ilk gündən doğrudan da Emili o bir uşaqlardan fərqləndirdim. O heç kəsə bənzəmirdi. Təkcə dərsi bir dəfə izah eləməklə Emilə hər şeyi başa salmaq olurdu. Emilin həyatdakı o qazandığı uğurun kökündə bir də onun həddindən artıq çalışqanlığı və inatkarlığı idi. O şey ki, Emilə qaranlığı idi, Emil onu öyrənməyənə qədər o mövzudan əl çəkmirdi. Hətta izah edib onu inandırmağa çalışanda da nə qədər ki onu özü dərk eləməmişdi, Emil bizimlə razılaşmırdı. Bu Emilin ona verilən, Allah tərəfindən verilən ən gözəl keyfiyyəti idi. Emilin uşaqlarla rəftarı da çox gözəl idi və özünə məxsus idi. Heç bir davranışında başqalarına bənzəmirdi. Və bəlkə də bu ömrün elə bir o özü hiss eləmişdi ki, qısa bir ömür yaşayacaq. Hər şeyə tələsirdi. Hər şey üçün, hər şeyin birincisini əldə eləmək istəyirdi. Bəlkə də Allah özü onun xarakterinə bu cəhəti yazmışdı ki, Emil, sənin payına nə düşürsə, onu indidən qazan, onu qazanmağa cəhd elə. Və Emil ona can atırdı. Və uşaqlarla rəftarında da o çılğınlıq, o tələskənlik hiss olunurdu. Hətta dərsi danışanda belə Emil istəyirdi ki, çatdırmaq istədiyi fikri tez bir zamanda yekunlaşdırsın. Və hərdən biz ona deyirdi, Emil tələsmə. O deyirdi, mən özümdən asılı deyil. Mən içimdən gələn hər şey çılğınlıqla bildirmək, çatdırmaq istəyirəm. İkisindən artıq bir il keçir. Amma bu bir il Emili bizə unutdura bilmədi. Əksinə, onunla bağlı xatirələr daha da kövrəkləşdi. Və mən inanıram ki, nə qədər ki bu məktəb var, məktəbin divarları var, bu məktəbdə Emili tanıyanlar var, onlar heç vaxt onu unutmayacaqlar. İkinci mərtəbənin koridorundan keçəndə Emilin şəkli qoyulmuş lövhəyə, yəqin ki, mənim kimi ona dərsləyən bütün müəllimlər oradan həyəcansız keçə bilmir. Emil bizim ürəyimizin içində özünə elə bir yuva qurmuşdu ki, elə bir yer tutmuşdu ki, o yeri heç kəs doldura bilməz. Emilin miskinliyi heç nə unuda bilməz.
Amma mən bilirəm ki, Emilin ruhu indi göylərdə, müqəddəs Allahın dərgahındadır. Ona görə ki, Emil elə bir zirvəni öz əməli ilə, həyatda qazandığı uğurlarla kəşf eləmişdi, fərq eləmişdi. Emili taytuşları o qədər çox istəyir ki, onun ağrısı onların ürəyinə çalın çarpaz bir dağ durub. Və onlar Emil adı gələndə kövrəlib. Emillə bağlı xatirələrin elə bir dənizində boğulurlar. Mən sözümü bir bayatı ilə tamamlamaq istəyirəm. Deyir, əzizim ulu dağlar, çeşməli sulu dağlar. Emil tanıyanların içində Emil yox, böyük kişilər, ulu dağlar. Emil bizim məktəbə deməli 7-ci sinifdən gəldi. O məktəbə gələrkən də hiss olunurdu ki, bu uşaqda bir qeyri-adilik, bir belə həddindən çox bu uşaqda istiqamlılıq, həddindən çox bu uşaqda elmə olan həvəs, yaşamağa olan həvəs. Biz bir müəllim kimi yox, həm də bir dost kimi münasibətimiz var idi. Emil dost kimi bacarırdı ki, müəlliminlə də münasibət qura bilsin. Yoldaşlarıyla da dostluğu çox möhkəm idi. Hiss olunurdu ki, bu adam həyatda hər şeyi ən yüksək səviyyədə eləməyə çalışır. Bu onun təbiəti idi. Bu onun təbiəti idi ki, o hər şeyi və heç kəsin də hiss eləməyəcək dərəcədə yüksək səviyyədə görə bilirdi. Hirslənməyi də bəzən onun ən son həddə olurdu. Gülməyi də, sevinməyi də ən son həddə olurdu. Təbii ki, indi biz başa düşürük ki, doğrudan da Emil bu az yaşında bəlkə də daha çox o həyat yaşadı. Heç kəs onu hiss eləmirdi ki, doğrudan da onun içərisində bu qədər istedad var, varlıq var. Həm dediyim kimi dostluğa, həm yoldaşlığa, həm bütün sahələrdə o çox birinci idi. Təbii ki, bütün insanların başına gələcək ən son hadisə onun ölümüdür. Təbii ki, biz bununla heç cürə barışa bilmirik. Emil bizim üçün qısa ömür yaşasa da, amma sanki böyük bir həyat yolu keçdi. Allah rəhmət eləsin. Emil bu sinifdə təhsil almışdır. Oxuduğu sinif illər ərzində mənim şagirdim olmuşdur. Mən onun sinif rəhbəri olmuşdur. Oturduğu parta bura olmuşdur. Hər zaman burada oturardı. Çox təmkinli, tərbiyəli, ağıllı, intellektual səviyyəsi ilə hamıdan fərqlənirdi. Ən yaxşı şagirdlərimdən biri idi. Çox canlı yaxın uşaq idi. Çox, necə deyim sizə, hər zaman mənə çox çətindir onun haqqında danışmaq. Çünki mən özümdə formalaşdırmışam ki, o həyatda var. Yəni, onun ölümü, Emil belə deyib, Emil belə deyərdi, o sözü demirəm. Mən deyirəm ki, Emil belə deyir, belə edir. Bütün olimpiyadalarda qalib olmuşdur.
qızıl medalla məktəbimizin Heydər Əliyev adlı Nasır Təhsil Kompleksini bitirmişdir. Ən yüksək balla, 695 balla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq Fakültəsinə qəbul olmuşdur. Ən böyük arzusu həmişə deyirdi ki, mən elektron ərzdən olan ixtisas seçimi vaxtı mən bir fakültə yazacağam. O da Bakı Dövlət Universitetinin Hüquqşünaslıq Fakültəsi. Ona da nail oldu. Amma o 19 illik yaşayan vaxtında, yəni həyat tərzində o elə bir ki, Allah ona bütün bacarıqlarını, bütün ən gözəl nailiyyətlərin hamısını ona vermişdi. Bir insan bəlkə bir ömür boyu onları yığa bilərdi, yəni o nailiyyətlərə səbəb ola bilərdi. İlin fəxri gəncimi deyim, universitetdə seçilən tələbələrindən birimi deyim, ümumiyyətlə hər tərəfli. Amma ona elə bir ki, az yaşı vaxtında bütün yaxşı nailiyyətlərin hamısını ona Allah tərəfindən bilmirəm. Yəni ki, ona lazım olan hər şey artıq verilmişdi. Hüseyin Başanı təbrik edirəm. Arzu edirəm, hamısı səsi yüksəklərdən gəlsin, istədiyi yerə də bir şey almaq. Məktəb qurtarmasına baxmayaraq heç vaxt uzaqlaşmırdı, daimi əlaqə saxlayırdı. Həftənin 7 gününü demək olar ki, 5 gününü biz danışırdıq. Hər zaman zəng gelirdi. Yolu belə keçəndə də, bu tərəfə gedəndə də, hər zaman məktəbi, müəllimləri heç vaxt unutmurdu. Sinifdə şagirdlərdən ən çox elə bir o mənə yaxın idi. Demək olar ki, qızlardan da çox yaxın olur. Bəzən qızlar qısqanırdı, deyirdi ki, niyə siz ən çox Emilə daha çox vaxt ayırırsınız, niyə ən çox Emilin yanında daha çox olursunuz? Çünki bilirsiniz, o sinifə girəndə bəzən özünün, necə deyim sizə, bir kef olan vaxtında ən birinci Emil hiss edirdi. Emil bilərdi ki, mənə nəsə olub və ya nədənsə bir kef olmuşam, kefim qalib olmuyor. Onun hamısını hamıdan birinci hiss edərdi. İndi onun yoxluğu mənə çox təsir edir. Mən Təranə xanımla, Oqtay müəllimlə, demək olar ki, onların ailəsinin üzvü olmuşlar. Tək sinif rəhbəri yox. O ailənin demək olar ki, indi də özümün bir parçasını hiss edirəm. Çünki onlar çox yaxın olmuşuq. Fevralın 7-sində o mənə zəng eləyəndə biz danışdıq onunla. Mən onun hər 5-ci gün o bizə gəlirdi məktəbə. Elə bir ki, o 5-ci gün o dedi ki, müəllimə, bu dəfə bağışdı, mən gələ bilməyəcəm, mən ayın 10-u sizin yanınıza gələcəm. Təəssüflər olsun ki, mən ayın 8 onun o pis xəbərini eşitdim. Çox pis oldum, inanın elə bildim ki, o dünyanın mənim üçün sonudur, yoxdur. O həyat dayandı, bir anlıq. Əvvəl inanmadı. Şagirdlərindən bəziləri zəng elədi ki, mən eşidəcəksin, amma Emil ölməyib. Narahat olmuyor. O yaşayırsa. 9 səhər xəbər aldım ki, artıq o həyatda yoxdur. Çox pis. O günü mənim olmağına peşman oldum. Fikirləşdim ki, kaş mən müəllim olmayaydım. Kaş müəllimlik başqa bir sənət sahibi olaydım. Bura onun şkafıdır. Kitabları, dəftərləri həmişə səliqəli olardı. Heç vaxt qarışmazdı. Sinifdə ən səliqəli şagirdlərindən biri idi. Ümumiyyətlə, hər şeylə seçilirdi, hər üstünlüyülə, bütün gözəl xüsusiyyətləri ilə. İnanın, onun bugün sinif yoldaşları, ümumiyyətlə, məktəbimizin elə bir şagirdi yoxdur ki, onun haqqında bilməsin, onu xatırlamasın. İndi də siniflərimə girəndə hamı birinci məndən onu soruşur. Müəllimə, siz Emilin sinif rəhbəri olmuşsunuzmu? Bu söz mənə o qədər doğma da olsa, çox fəxr edici də olsa, amma hər dəfə ürəyim sızlayır. Və onun haqqında danışmaq, onun haqqında məlumat vermək çox çətin gəlir mənə. Hər dəfə o şagirdlərdə məzunlarımız gələndə onların
özümə diqqətlə baxıram. Elə bir uşaqlarda hansısa bir his, sınıqlıq mı deyim, bilmirəm, nəsə bir kədər mi deyim, girən kimi üzümüzə baxıb, yəni bildirirlər ki, biz onsuz gəlmişik. Emil yoxdur, Emil yanımızda yoxdur, onsuz gəlmişik biz. O cür sinif yoldaşlığını deyim, xeyr, tək o sinif yoldaşı deyil, o həm dostuydu, həm qardaşıydı, hər tərəfli bir şagird idi o bizim üçün. Həmçində o sinif yoldaşlarına da o cür təsir bağışdı. Demək olar ki, Emil bizim üçün unudulmazdı. Heç vaxt yaddan çıxmayacaq. Bu məktəbdə elə bir şagird yoxdur ki, onu almasın. Sinif yoldaşlarından biri də Məhəmməd Ağa müəllim. Həm parta yoldaşıydı, həm də ki, ən yaxın sinif yoldaşlarından biri idi. Eyni qruplara hazırlaşırdı orada, Akif də, İlahə də. Demək olar ki, o sinifin işləmək çox maraqlı idi. Uzağın adı var, uzağa gedir yollar, bitirir izlerini, ardından dalgalar, gittiğin yerlerden hayal gönder. Denize akacak saçlarından sahil düzel, ah-qara dağların arkasındadır cennet. Deyirlər oralarda gece yok sönmür güneş. Dediğin kitapları okudum. Yuxuda görüşərik, uzaqdan danışarsam, sensizlik çətin gəlir dostum mənə. Uzağında adı var, uzağın adı sensen, sensizlik çətin gəlir dostum mənə. Uzağı yaxın elə, seyirbaz, seyirbaz. Məhəmmədli Emil Oqtayoğlu, Qızıl Medal. Yaşından düşmüşəm bilərkin, həyatımda keçirmədim gəlkin. Uzanmışam soyuq yerlərkin, aymamasan bax belə bir acı talih. Uzanmışam soyuq yerlərkin, aymamasan bax belə bir acı talih. Bayaq görək sözlərimi demişəm, yəqin ki, sizdə yazılır, fəxr edirəm. Ona görə fəxr edirəm ki, bu bizim bütün evlatlara hamıya nümunədir. Gənc bir oğlan bu yaşlılara gətirir, sərəncamı ilə prezident təqaüd alınsa, buna fəxr eləmək lazımdır, başqa bir şey yox. Öpürəm onu, can sağlığı, gələcək təhsilində də, bütün həyatında da bu cür uğurlar arzu edir. Öpürəm səni, sağ olun. Gününü təbrik edirəm. Sən elə, bax bu nəticən mənim çox ad günü üçün ən böyük həmrədir. Sağ olun. Ey qəlbə sadə, gözən uyuyub, bəxş edən Allah, gündüz gecəni sirli nizamla düzən Allah. Sen değişen
Qarşımda şəklim var, başımda xəyalım. Çimir düşüncəm həzin göz yaşlarında. Gözəldir cəmalın, Emil. Arzular sıralanıb baxışlarında. Ayağımı torpağa bərk basa bilmirəm. Qədəm-qədəm axtarıram tanış əlamət. Qorxuram, vücudunu incidərəm. Qopar qiyamət. Torpaq səni məndən çox sevirmiş. Onda həm sən varsan, həm səadət. Mən isə sənsiz, şəklin də səssiz. İndi mən o qədər sakitəm ki, o qədər kövrəyəm ki, üzümün hər cizgisi bir duyğum, bir hissim. Gülərkən bax mənə, gör necə ağlayır təbəssüm. Son dəfə öpmədim səni, bağrıma basmadım, qoymadın xoşbəxtliyi doyunca dadım. Əlim əlindən uzaqdır, gözüm gözündən iraqdır. Əlimə baxıb ağladım, özümə baxıb ağladım. Sənli günlərimdə bilməzdim şəkil əziz olurmuş bu qədər. Yanağın saralıb göz yaşımdan, od saçan gözünün hərarətindən əriyir içimdə buzlaşmış kədər. Havada nəfəsin, divarlarda səsin, müqəddəs yer kimi baxıram bu evə. Mənim ən əziz xatirə qutumdur bu qara çərçivə. Fələk bir uşaqdır, fələk bir uşaqdır, insanlar əyləncə. Ömürlər ölçülür qarışla, qurtarmır giləyim güzarım, səni yatmağa qoymuram hər gecə. Bağışla, həyatdan keçmişəm, dərdimin evinə köçmüşəm. O sənin məzarın, bu mənim məzarım. O sənin məzarın, bu mənim məzarım. Emrin ruhuna Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Allah rahmet eylesin.
köçtün hayattan bu genç yaşında. Dondu arzuların ömrün kaşında. Resmine baktıkça mezar taşında sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Sen köçtün hayattan bu genç yaşında. Dondu arzuların ömrün kışında. Resmine baktıkça mezar taşında sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Bu gafil belaya daha ne diyek? Çekilen naleye aha ne diyek? Dostum derdimizi kime söyleyek? Sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Bu gafil belaya daha ne diyek? Çekilen naleye aha ne diyek? Dostum derdimizi kime söyleyek? Sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Emin Oktay oğlu. Aslında ya kim yatan sorun olmaz. Oktay. Çok rahattır. Biz neler gözledik, gör neler oldu. Gençliğin gül kimi zamansız soldu. İnanabilmirik, Emil daha yoktu. Sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Biz neler gözledik, gör neler oldu. Gençliğin gül kimi zamansız soldu. İnanabilmirik, Emil daha yoktu. Sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Bu gafil belaya daha ne diyek? Çekilen naleye aha ne diyek? Dostum derdimizi kime söyleyek? Sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Bu gafil belaya daha ne diyek? Çekilen naleye aha ne diyek? Dostum derdimizi kime söyleyek? Sızlayır kalbimiz bu ayrılığa. Sızlayır kalbimiz bu ayrılığa. Ne tez kölge düştü ömür yoluna. Göyler kan ağladı senin halına. Yetişebilmedik dost harayına.
Emin mənim ən yaxın dostlarımdan biri oldu. Mən onunla bir yerdə hazır aid etmişəm. 11-ci sinifdə bir hazırlaşmış hamımız olanla. Emili məşğələdən tanımışam. Münasibətim oradan yaranıb. Sonra hüquqa girdi yüksək balla. Mən də ikimiz də başlayıb düşdük. Vaxt orada səhər-səhər Emil gəldi məni evdən götürürdü. Evə bir qayıdırdıq. Emillə bizim 6 nəfərlik bir futbol komandamız vardı. Emil də bizim komandada oynayırdı. Həm futbol komanda yoldaşım olub. Mənlə 2 ay məşqə gəlib. Emil yeri mənim üçün lap başqa olub həmişə. Emilin özünün məxsus gülüşü var idi və o güləndə biz hamımız gülürdük. Ən çox adam onun gülüşü üçün darıxır. Emil! Elə adam gülər. Allah Emil'e Allah da rahmet dilirik. Allah onun ailesine, dostlarına, yakınlarına, əzizlərine hamısını səbir versin. Nə deyə bilərik? Emil'dən başqa heç kimə cənnət sözü belə gözəl yaraşmazdır. Bilirik ki, hamımız Emil cənnətdədir. Emil mənim uşaqlıq dostum olub. Yəni, uşaq vaxtımdan həmişə hər yerə bir yerdə getmişik. Yəni, Avropa, harada olsun da. Ondan olan xatirələrim çoxdur. Yəni, yaddan çıxmaz heç vaxt. Yadda qalan xatirələri çoxdur doğrudan. O itkisini zərərdə biz başa düşə bilmirik də. Ən yaxşı xasiyyətdə, yəni ən yadda qalan xasiyyət olur. Yəni tez küsməyi var idi. Tez küsürdü, gec barışırdı. Hər şeydən inciyirdi. Hər şeydən inciyirdi. Bəyə uşaqlar idi, gülüşü vardı, o vaxt gülürdü. Hamıla baxıb onun gülüşünə gülürdü. Ne deyək valla, Allah rəhmət etsin, Allah onun ailəsinə səbir versin. Biz Emil'lə bir məhəllədə bölmüşük, yaxın dostumuz olub, qardaşımız olub. Və pis yaxşı günlərimiz olubdur, yaxşı xatirələrimiz olubdur. Allah rəhmət eləsin, ruhu şad olsun, Allah ailəsinə, yaxınlarına səbir versin. Mən də Allahdan Emilin ailəsinə, yaxınlarına, sevdiklərinə səbir diləyirəm. Yəni Emil doğrudan da sözün həqiqi mənasında çox yaxşı oğlan idi, yaxşı insan idi. Yeri cənnət olsun. Həmişə Emil'lə darıxanda, həmişə Emil'lə söhbət eləmək istəyəndə uşaqlarla, dostlarımızla gəlirik bura. Az da olsa təsəlli tapırıq, ürəyimizi ona boşaldırıq. Yəni çox pis olduq onunla bir də olmalı. Allah rəhmət etsin, yeri cənnət olsun. Nasıl gidersin, istediğin her şey sanki yok. Değer mi dersin? Hayatımda geçip beni bir kere gidin. Uzanmışam soyuya birazcık. Ay mama canım bak böyledir acep halim. Emil bir məhəllədə böyümüşük, məhəllə uşağı olmuşuq. Yəni uşaqlıq dostumuzdur. Demək olar ki, uşaqlıq xatirələrimiz Emillə çox olub. Emil tam başqa bir uşaq idi, tam başqa bir dostuydu. Öz aramızda da, uşaqların arasında da biz həmişə onu Emboş kimi tanımışıq. Həmişə Emboş deyərək səslənmişik Emilə. Ağlımızda çox yaxşı bir insan kimi, dost kimi demək olar ki, həkk olub ağlımıza. O bizim yaxın dostumuz olub. Gözümüz açandan bir yerdə görmüşük. Yaxşı, pis günümüz olub. Həmişə bir-birimizin yanında olmuşuq. Bir-birimizə dayaq olmuşuq. Emil haqqında saatlarla danışmaq olar. Emil tam başqa bir uşaq idi. Çox saf, ürək təmiz, əsil dost, qardaş deyilməsi bir uşaq idi. Çox eyib, bizi tək qoydu. Emilin yeri hər də görsənir. Hara getsə, neynəsək də Emilin xatirələri var orada. Neynəsək də Emilin yeri dolmur. Allah yaxınlarına səbir versin, yeri cənnət olsun. Yəni, hər an, hər dəqiqə yada salırıq, ağlımıza gəlir. Gülüşü, saf hərəkəti, hamıya inancı. Yəni, çox, demək olar ki, aramızda anlaşmazlıq olsa belə 5 dəqiqə çəkməzdik küskünlüyümüz. 5 dəqiqə sonra barışardıq. Yəni, elə bir uşaq idi. Çox saf, hamıya inanan, ürəyi təmiz. Yəni, mən fəxr edirəm ki, elə bir dostum var. Məkanı cənnət olsun, Allah atasına, anasına, yaxınlarına, dostlarına səbir versin.
hər zaman ağlımızdadır. Heç vaxt Emboşu unutmadıq. Emboş həmişə bizim ürəyimizdədir. Bir dost kimi, qardaş kimi. Məkanı cənnət olsun. Mən Eminlə 5-ci sinifdən bir yerdə oxumuşam. Mən oxuduğum məktəbə Emil 5-ci sinifdən gəlmişdi. Uşaqlarla universitetdən yəni əvvəl Eminlə qərarlaşdırdıq, balı yanına sonra hara qəbul oldu. Emin də məsləhət gördü ki, Baş Dövlət və Hüquq Fakültəsinə gedək. Mən də elə yayda başqa yerdə idi. Onunla elə əvvəldən qərarlaşdırmışdıq deyə eyni yerə dokumentləri verdik. O çox yaxşı bal yağmışdı. 695 onun yəni tələb vəsiqəsi 001 yəni danışıq abim müəllimin yanında hər şey. Yəni bir yerdə oxumuşuq da bizim qruplara çıxarız getmişdi, eyni qrupa düşmüşdük. Universitetə qəbul olmazdan qabaq maraqlı ondan xatirəm var. O mənim ad günümdə mənə 12-də zəng edib 2-3 saat mənlə telefonda danışmışdı ki, mən yəni heç kim mənə ad günümdə zəng edib yenə təbrik edə bilməsin. Sonra mən ad günümdə mənə maraqlı hədiyyələr almışdı. Mən karobka var idi. Karobkanın içində bir dənə də karobka çıxdı, bir dənə də karobka çıxdı. Onun içində nə bilim, yəni elə şeylər var idi, deyə bilmirəm indi. Çox maraqlı. Yəni həm də orijinal uşaq idi. Elə şeylər hərəkətlər edirdi, heç kim təkrarlamırdı. Özün necə edirsə, özünə məxsus uşaqlarla təsdiq gəlirlər yadına ki. Yəni nə edirdisə özünə məxsus edir. Kimlə kopya ya heç nə. Ona görə Emil idi. Heç kimdən bir şey götürmədən, heç kimdən bir şey almadan məhz özü yaratmışdı, öz şəxsiyyətini, öz bilgilə. Çox yaxşı, yəni. Böyük itki oldu onun ilə. Sonra yəni uşaqların, onun ətrafı, səs sorağı, nə qədər adam ki, belə bildirdi o kədəri. Elə özü hiss elətdirdi ki, o cəmi 18 yaşında necə bir hörmət qazanmışdı. Çox hörmətli idi. Emil həddən artıq mehriban uşaq idi, hamı ilə münasibət quran, hamıya qaynıq barışan, hamının pis günlərində yanında olan, çox vaxtı heç kimdən nəsə bir anlaşılmazlığı, narazılığı olmazdı da, yəni hamı ilə həmişə çalışırdı ki, yəni bir anlayışla getsin, kompromisə getsin, necə deyərlər. Arada olurdu, kimdənsə inciyirdi, ya elə olurdu, məsəl üçün, universitetdə kimdənsə inciyirdi, ya müəllimlərdən, ya kimdənsə, olurdu da bəzi anlaşılmazlıqlar. Bir dəfə, nəsə oturmuşdum evdə, zəng vurdu mənə, biraz əsəbi idi. Nəsə getdik, dedim gözdə gəlirəm, getdik, oturduq, bir yarım saat, bir saat belə oturduq, söhbət elədik. Biraz problemlər var idi, anlaşılmazlıq olmuşdu, əsəbləşmişdi. Biraz oturduq, söhbət elədik. Bir böyük qardaş kimi öz mövqeyimi dedim ona, başa saldım ki, hər şeyə görə əsəbləşməyə dəyməz. Sonra o problemi olan adamla getdik, görüşdük, onunla söhbət elədik, aydınlaşdırdıq. Ondan sonra inciklik qalmadı. Biz var idi arada incimə, amma belə həddən artıq inciklik qalan uşaq dövddə eşkimlər. Çalışırdım həmişə hamının hər problemində yanında olsun da, çalışırdı ki, hamıya öz bacardığı qədər mənəvi olaraq dəstək olsun. Emil mənim həmişə qardaşım olub, balaca qardaşım olub. Yadıma düşür ki, biz həmişə arasa gedəndə oturanda Emil bizdən balaca oldu da. Bizərdə otururduq, çay içəndə Emil öz testlərini, kitablarını gətirdi, orada kitab oxuyurdu. Amma zarafatlaşdı ki, gəlib burada da kitab oxuyursan, test edirsən. Bir də deyirlər, siz başa düşməzsiniz. Mən bu yaşıma kimi, Emil kimi ürəyi təmiz, saf insan görməmişim. Heç inanmıram da ki, bundan sonra görüm. Emilin də aramızda olmazsa da bizim həmişə ürəyimizdə olacaq. Onun bir qardaş kimi həmişə yad eləyəcəyik, heç unutmayacaq. Allah rəhmət eləsin. Mən Emillə uşaqdan bir böyümüşəm. Mən, Emil, Orxan, Rəşid, Rüfət uşaqda hamımız bir böyümüşük. Bizim aramızda ən sevgimiz Emil Yavuz olmuşdu. Hamımız onun xətrini çox istəmişik. O həmişə bizim üçün əvvəlsiz olacaq. Allah rəhmət eləsin. Emillə biz hazırlıq vaxtlarından tanış olmuşuq. Məhəllə uşağı sayılığında. Səhət vaxtı hazırlıqlarda biz həmişə qaçardıq. Emil amma ömür boyu bizə məsləhət verərdi ki, oxuyun, çalışın, ustazlaşın. Emil idi, Qüdrət idi, mən idim. Üçümüz həmişə mikrorayonda tez-tez görüşərdik, deyərdik, gülərdik. Amma Emil həmişə bizim yanımızdan tez durub gedir ki, hazırlığım var, dərsim var. Biz həmişə çalışırdıq hazırlıqlara getməyə, fırladaq dərsləri. Həmin gündə heç vaxt fikirləşə bilməzdim, ağlıma gəlməz ki, bizim axırıncı görüşümüz olacaq Şahdağda, son günümüz olacaq.
heç kim istəməz ki, elə bir günün sonunda elə bir hadisə baş versin. Həmişə Emil bizim ürəyimizdə, yaddaşımızda olacaq. Çalışacaq həmişə Emil qardaşımızın arzularını yaşadaq. Daima bizimlədir, qəlbimizdəndir. Allah rəhmət eləsin, ailəsini sağ eləsin. Allah rəhmət etsin. Fəxrimiz idi. Canımız, ciğerimiz idi. Ölməli canımız idi. Allah azim etsin. Başqa nə deyə bilərəm? Hamımıza təsir edici, hamının müəyyən planlarında. Allah rəhmət etsin. Çare çok, nasıl gidersin? İstediğin her şey sanki yok. Değer mi dersin? Başkaları bilmez, görmez o. Nasıl bir duygu? Al elini kalbime bir koy. İşte gerçek bu. Ayar soğuk hep karanlık, kendi kendine tarifsiz. Ayrılmamız çok gereksiz, şimdi uzaktan sebepsiz. Biri bana gelsin, o da sensin. Beni kırmış olsan da İkimizden aşık bir tek farkla. Benimki senden biraz fazla. Biri bana gelsin, o da sensin. Beni kırmış olsan da İkimizden aşık bir tek farkla. Benimki senden biraz fazla. Çare çok, nasıl gidersin? İstediğin her şey sanki yok. Değer mi dersin? Başkaları bilmez, görmez o. Nasıl bir duygu? Al elini kalbime bir koy. İşte gerçek bu. Ayar soğuk hep karanlık, kendi kendine tarifsiz. Ayrılmamız çok gereksiz, şimdi uzaktan sebepsiz. Biri bana gelsin, o da sensin. Beni kırmış olsan da İkimizden aşık bir tek farkla. Benimki senden biraz fazla. Biri bana gelsin, o da sensin. Beni kırmış olsan da İkimizden aşık bir tek farkla. Benimki senden biraz fazla. لم يكن له كفوا أحد. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم.
بسم الله الرحمن الرحيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون لقد حق القول على أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون فجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب واضرب لهم مثلا أصحاب القرية إذ جاءها المرسلون إذ أرسلنا إليهم اثنين فكذبوه قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء إن أنتم إلا تكسبون قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تسيرنا بكم لئن لم تنتهوا لنرجمنكم إركم معكم إن ذكرتم بل أنتم قوم مسرفون وجاء من أقصى المدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين اتبعوا من لا يحسنكم أجرا وهم مهتدون فما شيئا ولا يؤمنون إني إذا لضلال مبين على قومهم من بعده من جند من السماء وما كنا منظرين إن كانت إلا صيحة واحدة فإذا هم خامدون يا حسرة على العباد ما يأتي ألم يروا كما أهلكنا قبلهم من القرون ينظرون إليهم لا يرجعون وإن كل لما جميع لدينا محضرون غاية لهم الأرض الميتة أحييناها وأخرجنا منها حبا فمنه يأكلون Evi xahiş eyləm atma. Evi xahiş eyləm dedim. Atan təbrik elə. Xahiş eyləm, dalğaya babadan. Dəniz qorxuludur, ən qorxulu şey həyatda dənizdir. Vallahi düz deyirəm, su adamı udur da. Emil, dəkanla düş, bir dən ayağını vur, gör su nətərdir. Bir dən burada vur. Bərk tut ha, sürüşərsən. Emil çıx çölə. Emil çıx çölə çəkirəm səni. Emil çıx çölə səni çıxmağı çəkirəm. Atlanma, xahiş edirəm. Ata səni öldürər, bu dalğada adam dənizə girər. Ana yazıqdır, balam. Atlanma, qurban olmaq. Sən dalğa hündürlüyünə bax. Gəlsən, udar ya adamı. Yox, qurban. Sən mənim canım düşmə. Ay, birdən indi bizim bəxtimiz yox. Heç müharibə səndən gəldiyimə görə. Ömrü uzun olan neçə namərd var. Yaxşının az olur ömrü nədəndir? Hardasa
hansısa elin dərdi var. Mənim bir el boyda Emil dərdim var. Səninlə bu evin söndü çırağı. Baxıram rəsminə doya bilmirəm. Əyilib öpürəm soyuq torpağı, isti yanağını duya bilmirəm. Hələ yoxluğunla barışmır ürək. O saf ürəyinlə sən bizimləsən. Sarardım məzarı oğul deyərək torpağın altında üşüməyəsən. İndi anlayıram niyə insanlar bu soyuq torpağa ana deyirmiş. Bir ana qoynunda gülən balalar torpağın qoynuna köçə bilərmiş. Görəsən, bu həssas qəlbin duyurmu? Hər axşam yığışır hamı süfrəyə. Anan bir boş qabda artıq qoyur ki, bəlkə də Emilim qaydar deyə. İlk dəfə biz Emili sentyabrın 15-də görmüşdük. Yığmışlar Bakı Dövlət Hamını. Abi müəllim onu çağırdı, təbrik elədi. Qəşəng səsi var idi, yəni gitara çala bilirdi. Hayatımda keçirmədim gəlgin. Uzanmışam soyuq yenilməz ki. Ay mamacanım bax belədir acıb talihim. Uzanmışam soyuq yenilməz ki. Ay mamacanım bax belədir acıb talihim. Heç vaxt məsələn bizim heç birimizin xətrinə dəyməmişdi o qrupda. Yəni bircə dəfə olmuşdu. Onda da onu jurnalistə danlamışdılar. O da gəldi hamımıza dedi ki, heç kim əl vurmasın bundan sonra jurnala. Amma yəni ki, məsələn nəsə olanda kimsə xətrinə dəyəndə tez üzr istəyirdi. Amma hamıdan qayğı gözləyirdi. İstəyirdi ki, biz onun qayğısını çəkək. Eminlə bağlı xatirələrimiz biz çox az oldu. 1 il yarım, 2-ci kursun ortasına qədər cəmi-cümlətan bir yerdə. Həmişə bizim ev elə ki, çox yaxın idi. Emin həmişə mənə zəng edib deyirdi ki, yəni də jurnalı götürmək zət gecikəndə falan. Çox, bilmirəm, elə insanlar var ki, insanlar yəni ki, onların əlaqələrini o qədər dərin deyil. Amma ki, sənə çox yaxın olurlar, yəni çoxdan tanıyırsan, çoxdan dost kimi, Emin elə idi, yəni çox yaxın kimi idi. Yəni məsəl üçün elə idi ki, həqiqətən istəyirdim ki, onun üçün nəsə yiyəm. Çünki heç vaxt qəlbimə qırmamışdı, heç vaxt nəsə istəyirdim. Həmişə çalışırdı ki, o da hamıya yaxşı olsun. Təkcə mənim üçün ya da kimsə ona yaxındırsa, onun üçün hamıya istəyirdi ki, yaxşı olsun. Elə insan idi ki, məsələn, indi onun kimi insanlar yəni çox azalsın da. Həmişə mən Aliyeva ilə danışa bilirəm ki, elə bir ki, uşaqlığını hələ də itirməmiş bir insan idi. Yəni uşaq gülüşü üzündə qalan insanlardan idi. Yəni onun, məsələn, Batokda yəni onu tanımayan uşaqlar belə, yəni istər-istəməz yəni elə bir insan idi ki, olur da hər də elə insan olur ki, tanımadan da onu çox istəyirsən də. Emin də elə idi. Yəni ilk dəfə gələndə yəni biz onu çox istəmişdik. Baxmayaraq ki, az bir müddət bir yerdə olduq. Məntiqi, həmişə bizə məntiqi suallar verirdi. Kitab oxumaq çox xoşdurdu, əsasən dedektiv əsərləri çox xoşdurdu, Elxan Ənaslan çox oxuyurdu. Oyuncaqları hələ də çox istəyirdi, yəni o yaşında baxmayaraq.
kinderdən çıxan oyuncaqları saxlayırdı həmişə. Məsələn, aylardan çox xoşu gəlirdi. Həmişə deyirdi ki, mən Medvedən. Qrup yoldaşımla küsmüşdüm və aramız dəymişdi. Məsələn, rəqsaniyə deyişdik. Onlara deyim, bağışsın, həyat qısadır, bilmək olmur. Yaşından düşmüşəm bilərki, həyatımda keçirmədim gəlki, uzanmışam soyuq yerlərki, ay mamacan bax belədir acı talih. Uzanmışam soyuq yerlərki, ay mamacan bax belədir acı talih. Uşaqlıqdan türmələrə düşəndə, dostlarım da baxıb mənə güləndə, sevdiyim mənə get deyəndə, hərdən ağrıyır ürəyim ayağım, sevdiyim mənə get deyəndə, hərdən ağrıyır ürəyim ayağım. Vay 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 vay. Bülbül gələr dağa çəməndən öpsün, vətən oğlu ölər vətəndən öpsün, buradakılar yemişim məndən öpsün, aramayamacan bax belədir sözüm söhbət. Buradakılar yemişim məndən öpsün, aramayamacan bax belədir sözüm söhbət. Vay 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 vay. Uzanmışam soyuq yerlərki, ay mamacan bax belədir acı talih.